OTK sınaq imtahanına salınmış sualın gəlin izahına baxaq. Bərabər yan düz bucaq, üç bucaq verilib bizə. Bucaq 90 dərəcədir, BD tən böləndir, CD 8-dirsə, bizdən istəyirlər AD-nin uzunluğunu tapmaq. Aha, yaxşı, bura gəlin deyək. X, bu da olacaq onda X üstə gəl 8. Çünki bərabər yanlıdır, bərabər yanlıdır. Yaxşı, və biz bilirik ki, bərabər yanlı düz bucaqlı üç bucaqda hipotenuz katetdən kökdə 2 dəfə böyükdür. Onda hipotenuz olacaq kökdə 2 vur x plus 8 və daha sonra nə edirik? Tənbölənin xassəsini tətbiq eləyəcəyik. Tənbölənin xassəsi nə idi? X-i x plus 8-ə vur, 8-i də bax bu hipotenuza vur. Yəni qarşı-qarşıya olan tərəflərin hasilləri eyni olmalıdır. Yazaq, x vurulsun x plus 8 bərabərdir. 8 vurulsun kökdə 2 vurulsun x plus 8. Hər tərəfdən x plus 8-ləri silək. X oldu 8 kökdə 2. Elə bizdən də AD-ni, yəni x-i soruşurdular.